Hamınızı xoş gördüm kanalımda və yeni bir vlog ilə sizinləyəm. İndi istəyirəm qızlar balkonu yığışdırım. Çoxdandır balkonu yığışdırmamışam. Yaz gəlişi ilə əlaqədar Novruz bayramı gəlir və həmişəki kimi ənənəvi şəkildə bu bayramdan qabaq yazda evlər yığışdırılmalıdır. Yadımdadır ki, balacalıqdan bu adət ənənə bizim evimizdə idi və həmişə yazda Novruz bayramı qabağı mama başlayardı bir də evləri yığışdırmağa. Və mənim bu çox xoşuma gəlirdi. Bu bayramın yəqin ən xoşuma gələn yeri bu idi. Çünki mən balacalıqda yığışdırmağı çox xoşlayırdım. Səliqəliyi, evləri yığışdırmağı və bunu gözləyirdim. Çünki bu mənə bir belə bayram bu əhvalı verirdi və Novruz bayramını demək olar ki, ən sevdiyim yer, adət ənənəsi bunun hələ demək olar ki, buydu. Və yadımdadır ki, bu Novruz bayramında həmişə bizə xalam gələrdi və birlikdə şirniyyat bişirərdik. Xalam çox gözəl, incə şəkər buraların üstünü düzəldirdi və qıraqlarını tuturdu. Və hamımız birlikdə edirdik. Biz uşaq idik, çox istirdik ki, o şəkər buranın üstündəki naxışı buraq və biz də yoxlayaq, bağlaya bilək şəkər buranı. Amma yadımdadır, mamadan xalı da istəmirdilər ki, çox şəkər buraları korlayaq. Çünki biz uşaq olduğundan bizdə o qədər gözəl alınmırdı. Və o vaxtları indi o qədər yoxdur, amma o vaxtları yadımdadır ki, neysə bişirəndə mütləq və mütləq qonşulara paylayırdılar. Qonaq gedirdilər, aparırdılar. Qonaq gəlsə bizə verirdilər. Çox heyif ki, indi hal-hazırda belə adət ənənəvi qalmayıb və çoxsu demək olar ki, daşı bişirmir, alır və biraz bişiririk elə öz stolumuzda və indi şirniyyat olmaz, hamı diyetadır və demək olar ki, bu Novruz bayramı gələndə çoxsu sıxılır. Həm yemək istəyir, həm də bilmir ki, necə eləsin ki, kökəlməsin. Qızlar, baxın mənim dekabrist gülüm necə gül açmaq istəyir, amma çox yavaş-yavaş açır. Çoxdandır bunlar burada. Gül özü çox nazikləşib. Əslində bu biraz yarpaqları ətli olmalıdır, amma bilmirəm nədəndir bu. Biraz belə solmuş kimi görünür, amma buna baxmayaraq gül açır. İndi istəyirəm bu saralmış yarpaqlar hamısını kəsim atım. Əvvəllər qızlar başqa bir mənzildə yaşayırdıq və ora çox böyükdü. Oranın balkonu çox böyükdü və mənim inanmazsınız hardasa 60-a yaxın gülüm var idi, hər cür. Və problem onda idi ki, qışda onları evə gətirəndə evdə solurdular. Çünki evdə o qədər işıq düşmür və ona görə solmağa başlayırdılar. Amma yayda çox gözəl idi ki, balkondaydılar. İndi isə pişiklər olduğundan o qədər çox gül saxlaya bilmirəm. Çünki mənim sarı pişiyim gülün altında olan torpağı eşir və dağıdır. Amma bu güllər balkonda da qala bilir. Ona görə qışda da balkonda qalır. Bu isə Emil'in düzəldən evidi görürsünüz. İndi istəyirəm bunu rayona gedəndə bir ağacın üstünə qoyuq. Bura yemək yataq bizim. Öz bağımızda bir dənə karmuşka olsun. Arxasını görsün necə rəngli. Biraz da indi bu hissələri yığışdıracağım və bununla da balkonu yığışdırmış olacağım. Burada bəzi bankaları gətirirəm. Bu qablar xoşuma gəlir. Görürsünüz, bitəndən sonra çox gözəl plastik qabda, ona görə saxlamışam. Baxım, indi bunun içində nələr yığmaq olar. Təmiz qabdır. Bu nakleykanı çıxardıb, bunda adi belə çəhrayı rəngli qab ola bilər. Baxım, indi bunun içində nə yığacağım. Artıq 3 dənədir məndə. 61 dənə yumaya bəs edir. Həm paltardan qoxu gəlir gözəl, həm çox gözəl təmizləyir. Çox xoşuma gəlib bunlar qızlar. Ona görə üçüncüsünü alıram artıq. İkisi boşalıb. Bu isə yepyeni idi. Üstünə bunu doldurdum. Oradakiləri də qoy birində olsun. Bunları isə buradan götürəcəm. Belə eyni ölçüdə olan bankaları yığıram. Görürsünüz, bunu kakraz bunun içində tort almışdım Bona Cake'dən və istəyirəm ki, belə qabları yığım və bunlarda tort bişirim. Bir porsiyon tort olacaq belə. İstəyirəm bunlarda çox olsun biraz və bunların içində tort bişirim. Hər adam öz porsiyasını götürüb yiyə bilər.
Burada qarğıdalı var, bir dənə də noxud var. Bunu götürəcəm. Bugün salat bişirəcəm. Bu tamattı. Bunu da aparacağım. İndi xalzeynika qoyacağım, istifadə edəcəm. Bu isə turşudur. Urub deyirlər. Ondandır deyəsən, soğalındır, səhv eləmirəmsə bunu aparıb o bir balkona qoyacağım, sərinlikdə qalsın. Çünki o qədər çox istifadə olunmur, burada xarab ola bilər. Bu isə leçodur. Bunu bura gətirmişəm ki, yadıma düşsün. Çalışıram ki, o bir balkon bizdə çox soyuqdur. Oradan bura gətirim ki, qabağımda olsun. İstədiyim bir şey götürüb açıb yeyək, yayacan bitirək, xarab olmasın. Şimdi biraz oraya kurusun. Bankaları tezden oraya yıkacağım. Gazın üstünde sileceğim. Böyle oldu kızlar. Artıq günorta yeməyi bişirmək vaxtı gəldi və mən də başladım fileni götürüb belə doğrayıb bişirirəm. Mən qızlar çox nazik kəsdim və qoydum tavada. Bu yenə də duz əlavə etmişəm, Provanski travı əlavə etmişəm. Amma biraz da çəkiclə döyücləsəz bunu daha da məncə dadlı olar. Sadəcə olaraq mənim o qədər vaxtım yox, həmişəki kimi tələsirəm. Ona görə belə elədim. İndi isə bir salat düzəltmək istəyirəm. İstəyirəm ki, tərəvəz biraz çox yeyək. Ümumiyyətlə çox xoşlayıram tərəvəzləri. İndi də rahat bir və tez alınan bir özüm düşünüb fikirləşdiyim bir salat eləmək istəyirəm. Bura kahı əlavə edirəm. Bu qızartdığım toyuqdan, onun elə bir ki, filenin balaca hissələri var idi. Onları doğrayıb qızardacağım. Hələ göstərdiyim kimi. Onları doğrayacağım. Bu salata əlavə edəcəm. Bir də duzlu xiyar əlavə etmək istəyirəm. Qarğıdalı. Samanvarı doğradım belə. Duzlu xiyar. Qarğıdalı. Burada isə paralel olaraq mən mərci supu bişirirəm və mərci supuna həmişəki kimi soğan, markov, kartoşka atırsısı onu da və mərci üstünə də su alıram. Suyun yarısı bulyon olur, yarısı adi su. Biraz da biber əlavə edirəm. Bunlar hamısı bişəndən sonra blenderlə kaşa konsistensiyasına gətirirəm ki, su püre olsun. Spagetti üçün isə suyu balkonda qoydum. İndi isə bura biraz duzluyuram bu suyu və içinə spagettini əlavə edirəm. Necə var belə qoyuram. Birazdan yumşalıb qazanın içində qalacaqlar. Salatımıza isə artıq döşətini əlavə etdik. Biraz da mən deməli zeytun yağını əlavə edirəm və yaxşı-yaxşı qarışdırırıq. Bununla da salatımız hazır. Mama. Burada isə artıq axşamdır qızlar. Mən getdim, bazarlıq elədim, gəldim. 56 manatlıq deməli produkt aldım. İndi göstərəcəm nələr almışam. Yumurta,
Pişiklərim üçün belə yaş yemeği aldım. Bütün aile için yeni diş fırçaları aldım. Birinde Emil için balacasına yağ aldım. Kərə yağı Brest-Litovsk. Balqabaq tumları aldım. 6 yağ. Burada 355 qramdır. Uşaqlar üçün belə Haribo aldım. 2.99'a. Xurma aldım 1.43'e. Burada 270 qramdır. Belə xurma da aldım. Burada 550 qramdır. 3 manata deməli elə çıxır ki kilosu 5 manat. No demək var ki 50 qəpiyadır. Burada Herkules aldım. 20 dəqiqə bişirilən. Mən istəyirəm ki, çox bişirilən olsun, amma axırıncı vaxtlar tapa bilmirəm. Bu halvadır. Deməli, semiçka halvası. Bir de diş pastası aldım. Colgate. Çoxdan da almırdım. Fabrikdən alırdım. Sonra başka bir diş pastaları almıştım. Sensodyne ve biri de var, yadımdan çıxdı adı, onlardan alırdıq. İndi bu dəfə Colgate aldım. Diş həkimimizin məsləhəti ilə. Və banan və alma da aldıq. Emil bilmirdi neynəsin və mən ona belə bir şey almışdım çoxdandır. İndi bu kəpənəyi burada düzəldir. Görürsüz, özü götürür, koyur bura. У тебя есть уже там, положи. У тебя уже на ручке есть. Сюда. Ладно, ты мне не показывай. Ой, да. Отлично, все, не трогай, не Это- трогай. Все, отлично. Кот, Еще бери, иди еще бери. Еще он бери. неправильно стоит. Все, тебе правильно, иди еще beri. Bu yapışkanlıdır belə. O bisirlər də bura yapışır. Молодец. Молодец. Это очень хорошая бабочка. Вот все бывают тут бабочки. Да, умничка моя, давай. Вот Bu isə səhərsi gündür qızlar və Emil bağçaya gedib, mən isə onun oyuncaqlarını yığışdırmaq istəyirəm, evi biraz səhmana salmaq istəyirəm və başlayıram bunu eləməyə. Artıq yerlərdən hər şeyi yığışdırdım və robot pilisosu istəyirəm bugün. Buraxım ki, o özü təmizləsin. Mən bugün pilisoslamayacağım. Çoxdan da robot pilisosu istifadə etmirəm və içində gördüyünüz kimi təmizlənməmiş qalıb. İndi bunu təmizləyəcəm və bura su tökmək lazımdır və təmiz əski qoymaq lazımdır ki, bu başlasın işləməyə. İndi hal-hazırda bununla məşğul olacağam və robotu işə salacağım.
Beləliklə çıxardıram nasatkaları, boşaldıb tezdən gətirirəm. Bura isə əskisini taxmaq lazımdır və su doldurmaq lazımdır. Bunları eləyəndən sonra robot pilisos artıq hazırdır. Amma üstündə toz yığılıb deyənə istəyirəm biraz üstünün tozunu da silim. Robot pilisos özü təmiz olsun və mənim yerlərimi də təmizləsin. Hələ ki pilisos buraları silir, yuyur. Mən isə gedim, süfrəni atım yumağa, qoy süfrə də təmiz olsun. Quruyanda gətirib bir də sərim. Bu süfrə çox hoşuma gəlir qızlar, çünki ləkə saxlamır, ellər, orada nəsə eləyir, nəsə plastilindən nəsə eləyə bilər. Məndən soruşmadan əldən baxırsan ki, keçib işlərini görür orada, ona görə mən də çalışıram ki, bu süfrəni atım. Bu çox gözəl süfrədir, ləkə saxlamır. Ona görə hələ bunu istifadə edirəm çox vaxtı. Hələ ki bağçadadır, indi yuyacam, quruyan kimi sərəcəm. Hələ ki robot pilisos qonaq otağını silir və fürsətdən istifadə edərək mən istəyirəm koridorda biraz təmizlik yaradım ki, bura gələndə hər şey hazır olsun və bu şkaflardakı tozları da istəyirəm biraz silim, yerə düşənləri düşsün ki, pilisos gözəl hər yeri qəşəng təmizləsin və həmişəki kimi buranı silirəm, amma bu ayaqqabı şkafı olduğundan burada həmişə toz olur, çünki ayaqqabının altından tökülür toz torpaq və istəyirəm buranı da tez-tez təmizləyim ki, səliqəli olsun, təmiz olsun, çünki mən xoşlayıram ki, hər yer təmiz olsun. Belə həmişə çirkin ola bilən bir yeri də təmiz görəndə adama çox ləzzət eləyir. Yadınızdadsa fabrikdən belə bir paraşüt almışdım. İndi istəyirəm bunu istifadə edim, birinci dəfə istifadə edəcəm. Hamamın pərdəsinə görürsünüz, hamamın pərdəsi belə saralıb. Əslində bunu domestasa belə salsam çox ləkəsi tərtəmiz olmur, biraz sarısı gedir, amma tam olmur da. Bu elə bir ki sudan qalır. Sadəcə olaraq çiməndə su bura tökülür deyənə qalır, amma indi istəyirəm ki bunu edeyim və baxım görüm bunun effekti daha yaxşı olarmı, yoxsa o qədər olmayacaq. İndi bir dənə birinci dəfə istifadə edirəm və mən də sizinlə sınamaq istəyirəm bunun keyfiyyətini. Vedrənin içinə paraşot kimi bunu da səpələdim bura. İndi isə su açacağım və bunu da ısladacağım. Biraz lazım. Bir müddətdən sonra, yarın bir saatdan sonra çıxartarım və baxarım effekti varmı, yaxşılığını ləkəni doğrudan çıxardır. Evləri yığışdırdım qızlar. İndi getdim. Yenə də alış-veriş elədim. Deməli nələr almışam. İndi istəyirəm sizə göstəreyim. Həmişəki kimi yeməklərdir. Çünki mənim pul fabrikatlarım bitib. İndi istəyirəm yenə də hazırlayayım. Deməli nə almışıq? Kabaçki 1 manat 10 qəpiyə. Iceberg kələmi salat üçün almışam. 2 dənə belə çörək. Oğlum dönər istəyir. Biber bunun içində toyuq ətindən. O dəfə bişirmişdim, görmüşdünüz. Yenə də göstərərəm. Kəsib biberləri içini doldururam. Sonra 3 dənə kəsmik. Bir dənə də Ivanovka qara zirəli mayasız çörək. Axırıncaqlar biz bu çörəklərdən yeyirik. Bunları elə ki bura qoyum. Və bura keçirəm. Bir dənə skumbriya almışam. Bunu da təmizləyib qoyacağım. Buzluğa istəyəndə tez götürüb bişirmək üçün. Bir dənə kraplı palaçkalar aldıq. Göyərti aldım. Kəsmi ilə istəyirəm lavaş arasında düzəldim. Banan. Oğlum özünə sok istədi, aldı. Heç almıram bugün. Çox lazımsız şeylər alır. Bir də bu mini kurasanciklər. Sonra 2 dənə belə pendir aldım. Burada isə lavaş, 2 dənə lavaş çörəyi. Sonra bu korobkada deməli qızlar gördüm ki, endirimə düşüb cəmi 9 manat 99 qəpiyə.
stəkanlar satılırdı. Mən də aldım. Bu da gəldi baxmağa da, bu da qızdı, buna da maraqlıdır. Nə almışam? Göstəreyim. Belə stəkanlar aldım. Qonaqlar gələndə adi şəffaf stəkanda çay qoymaq istəyəndə mən xrustal zad xoşlamıram. Niyə? Çünki xoşlamıram ümumiyyətlə qablara çox pul verim. Bunlar sınıb gedən bir şey kimi. Bunlara o qədər pul xərcləməyə məncə dəyməz. Əsas odur ki, üstündən qəşəng görünsün. O ucuz da ola bilər. Amma qəşəng zövqlü də ola bilər. Baxın, belə bir stəkan dəstə aldım. 6 dənədir burada. Bunları belə saxlayacağım elə korobkada bir qonaq gələndə qoymaq üçün. Salfetka. Yenə də toyuğun döşəti. Bundan aldım. Gerkules. Bunlardan istəyirəm, bilirsiniz nə bişirim. Duxovkada özüm bişirəcəm. Granola. Göstərəcəm necə eləyirəmsə. Bu paketdəkilər də bitdi. İndi biri qaldı bu. Burada isə deməli nə almışam. Oy, düşdü. Burada göbələk almışam. Süd almışam. Brokoli. Burada yenə də balıq aldım. Bu tilapia balığıdır. Bundan da biraz aldım. 2 dənə bu qabın dəstləri var əslində mənə, amma bu razmer çox belə əl tutan razmerdir deyənə. Məndə də dəstin içində bir dənədir bundan. Mən də yenə 2 dənə aldım. Ki buzluğa nəsə qoyanda çox kömək edir. Çox belə rahatdır, praktikdir. Dediyim kimi yenə bir dənə pendir. Orada birini göstərmişdim. Biri də buradaymış. Bir də un aldım. Əslində bu günlər bugün 5-ci gündür və mən evdəyəm. Birazdan gedəcəm işə və qayıdacağım. Bugün o qədər işim yoxdur deyənə və istəyirəm bugün 6-cı və bazar günü 3 gün evdə olacağım və hər gün istəyirəm biraz deməli vaxt sərf eləyim və polofabrikat bişirib qoyum buzluğa. Çünki buzluqda məndə yemək olmayanda mən qaça-qaça düşürəm. Mən isə istəmirəm. Bir damcı vaxtım olanda ki, hansında ki istirahət edə bilərəm. Yəni isə mənim vaxtım qalmır. Mən yeməyə sərf etməli oluram. Ona görə də mən fikirləşdim ki, bunları əvvəlcədən yəni də polofabrikat eləyib qoyum. Qızlar, mən уже belə demək olar ki, yəqin hardasa 2 ildir ki, belə yaşayıram. Polofabrikat bişirib qoyuram. Və inandırım ki, sizə çox rahatdır və çox rahat yaşayıram və çox yediyimdə keyfiyyətli olur. Qaça-qaçda nə gəldi yemirəm, çox yemirəm. Ona görə də həm fiqura üçün, həm sağlamlıq üçün, hər bir şey üçün çox faydalı olur. Qızlar, demişdim ki, bununla granola bişirəcəm. İndi baxın, eləyirik. Bura nə lazımdır deməli? Kişmiş. Hansı fındıq istəyirsiniz, əlavə edə bilərsiniz və bir neçə növ də əlavə edə bilərsiniz. Sadəcə məndə evdə bundan var idi. Balqabaq tumları var idi. Bu küncütdür, bu da kətan toxumudur. Bu isə baldır. Sadə bal da olur. Hə, sadə bal da olar. Məndə evdə ancaq bundan var idi. Bunu və bu da adi gerkulesdir. Əslində bu üstündə 20 dəqiqə bişən yazıb, amma bu tez bişir. Axırıncı vaxtları o bərk gerkulesi tapa bilmirəm. Əslində çox istəyərdim ondan, amma granola üçün bu yaxşıdır. Granola üçün bu yaxşıdır. Çünki yumuşaq, biraz tez qırılan olmalıdır da. Bunlar nazikdir. Siz tez bişən də ala bilərsiniz. İndi göstərəcəm. Bunları biraz doğrayacaq ki, bu qədər böyük, iri olmasın. Sonra hamısını bunları qarışdıracaq. Onu da göstərəcəm necə eləyirsə. Biraz şey edirəm, bax burada. Мам, что вы делаете? Tamam. А? Утром кушать что? Утром кушать, да? Да, я тебе дам. А? Тебе утром дам. Сегодня? Сегодня вы готовите эту кашу? Можно и сегодня. И что вы так будете делать? Bizim balımız biraz qatı olduğundan biraz bunu qaynar eləyəcək ki, durulsun. Ходила вообще. O qab balaca oldu bizə. Biz götürdük biraz böyük qab. İndi hamısını qəşəng-qəşəng qarışdırırıq və üstünə bal əlavə edəcəyik. Yoxdursa,
Deməli, adi varenya siropunu da əlavə edə bilərsiniz. Baxın, nə gözəl rəngi aldı. Rəngi düzdür, belə qalmayacaq. Qızarandan sonra tündləşir. Neçə dərəcəyə qoyuruq? 150. Biraz tez-tez qarışdırın qızlar, çünki qurumasın, yanmasın. Həyifdir bu qədər məhsul və dadı sonra xarab olar, yemək olmaz, amma çox bu faydalıdır. Səhər, nə bilim kim istəyir, axşam götürürsünüz, bunu qatığa əlavə edib yemək olur. Əslində uşaqlar südlə də yeyə bilərlər. İndi qoyuruq sobaya 150 dərəcəyə. Таймер ставь 6 минут. Artıq hazırdır qızlar, görürsünüz, qupquru. İndi isə mən istəyirəm bunu yeyeyim. Axşam baxın. Это что-то. Çox dadlı olur qızlar. Alınmadan da çox dadlıdır. Но я хочу сам включить. Bir də hazır granolanı qızlar proteində də göstərmək istəyirəm sizə. Gördüyünüz kimi rəngi biraz qəhvəyə çalır. Belə deməli quru tökülən olur. Qızlar bir baxın. Sapsarı idi bu, amma indi rəngi açılıb. Düzdür, sarılığı qalır, amma lap uclarında qalıb, amma belə təmizlənib. Baxın. İndi isə bunu atacağım maşına. Bir də paltaryan maşında da bunu yum və bununla da baxaq görək. Tərtəmiz olarmı, yoxsa yox. Əgər bunu maşında yursam, bununla da təmiz olsa da bu super bir sredstvadır və məncə dəyər bunu almağa, amma dəyərini tələsməyək. Bunu maşına da atım. Bir dənə baxın, sarı yerləri çox az qalıb. Demək olub ki, keçir. Mən sizə deyim ki, Domestos heç belə təmizləmir bunu. Bu isə oksigenli təmizləyicidir və mən də bunu birinci dəfə istifadə edirəm. Ona görə gözləyib bir dənə bunu maşına da atım. Maşından sonra da effektini göstərim sizə. Artıq yuyuldu qızlar. Gəlin baxaq birlikdə necə effekt oldusa. Baxın qızlar, demək olar ki, tərtəmiz oldu. Lap bu qatında, bu bağlanan qatında biraz sarılığı qalıb. Amma demək olar ki, bu heç bilinmir. Çox çirklidir bu. Və əvvəlkinə və indikinə baxanda mən çox razıyam. Çünki bu cüzi bir şeydir. Bu gözə görünməz bir sarı vəziyyətidir. Amma əvvəl özünüz gördünüz ki, nə qədər sarı idi. Beləliklə mən çox razı qaldım. İndi təsəvvür eləyin ki, başqa bir ləkə, tezə düşən ləkəni bu nə gözəl təmizləyər. Sizə isə təşəkkürümü bildirmək istəyirəm ki, sonuca mənimlə qaldınız və əgər bu videonu bəyəndinizsə like qoymağı unutmayın və abunə olmamışsınızsa hələ də abunə olmağı da unutmayın. Çox sağ olun.